Investaz investisiya şirkəti sizi salamlayır. Dünya maliyyə bazarlarında dolların aparıcı valyutalara nisbətən orta qiyməti ucuzlaşmaqda davam edir. Amerika hökumətinin siyasəti fonunda risklərin artması və maliyyə bazarlarında Amerika Mərkəzi Bankının faiz artımı üzrə gözləntilərin zəifləməsi dolların qiymətinə təsir edən əsas amillərdir. Belə ki, avronun dollara nisbətən məzənnəsi də 1 dollar 18 sent 45 punktə kimi bahalaşır və məzənnə üzrə önəmli müqavimət səviyyələri 1 dollar 18 sent 70 punkt və 1 dollar 20 sentdir. Türkiyə maliyyə bazarlarında da Türk lirəsinin qiyməti gözlənildiyi kimi 3 lirə 51 kuruşa kimi bahalaşır və əlavə olaraq 3 lirə 49 kuruşa kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. Əmtəə birjalarında isə qızılın qiymətlərində güclü hərəkətlilik müşahidə edilməsə də, Avropa Brent markalı neftin bir barel qiyməti 52 dollar 78 sentə kimi dəyər qazanıb və əlavə olaraq 53 dollar 60 sentə kimi də dəyər qazana biləcəyi proqnozlaşdırılır. Eyni zamanda bugün Bakı vaxtla saat 13:00-da açıqlanacaq Avrozona iqtisadi inkişaf göstəricisinin də dünya birjalarında qiymət dalğalanmalarına güclü təsir edə biləcəyi gözlənilir. Əlavə məlumatlar üçün isə investaz.az/analiz saytından istifadə edə bilərsiniz. Investaz investisiya şirkəti isə yatırımlarınıza uğurlar arzulayır.